sizə yerli sakinlərin müraciəti ilə gəldiyimiz Bakıxanov qəsəbəsindəki dəmir yolu stansiyası ilə yaşayış massivini birləşdirən körpünün acınacaqlı vəziyyətindən bəhs edəcəyik. Yerli sakinlərin sözlərinə görə körpüdə 15 ildən çoxdur ki, təmir bərpa işləri aparılmayıb və o qəza vəziyyətindədir. Göründüyü kimi üzərində dərin çatlar yaranan, asfalt örtüyü dağılan və bəzi hissələrində heç bir mühafizə məhəccəri olmayan bu obyekt hər an böyük bir bədbəxt hadisəyə zəmin yarada bilər. İndi isə gəlin əraziyə birlikdə baxış keçirək. Böyük bir qəsəbəni dəmir yolu stansiyası ilə birləşdirən keçid nöqtəsinin tamamilə yararsız vəziyyətdə olduğunu təsəvvür edin. Təəssüf ki, Bakıxanov qəsəbəsindəki körpüdə hazırda məhz bu acınacaqlı mənzərə yaşanır. Redaksiyamıza Bakıxanov qəsəbəsi Elçən Mehdiyev küçəsinin sakinləri tərəfindən ciddi narahatlıq doğuran müraciət daxil olub. Vətəndaşlar sözü gedən küçədə yerləşən köhnə körpünün qəzalı vəziyyətdə olmasından şikayətçidirlər. Sakinlərin bildirdiyinə görə bu infrastruktur obyektinin strukturunda dərin çatlar və oyuqlar əmələ gəlib. Üzərindəki dəmir hasarlar isə yerindən oynayır. Bu hasarlardan tutunmaq piyadalar üçün böyük təhlükə yaradır. Körpünün kənarında piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səki həddindən artıq dardır. Səkinin üzərində quraşdırılmış işıq dirəkləri hərəkət sahəsini daha da məhdudlaşdırır. Nəticədə, körpüdən böyükdən kiçiyə hamı istifadə etmək məcburiyyətində qalsa da, uşaq arabası ilə hərəkət edən analar və fiziki məhdudiyyətli şəxslər üçün buradan keçmək qeyri-mümkünə çevrilir. Hərəkət sahəsi tamamilə daraldığı üçün piyadalar avtomobil yoluna çıxmaq məcburiyyətində qalırlar ki, bu da növbəti bir qəza riskini yaradır. Körpüdən təhlükəsiz istifadə edə bilməyən bəzi sakinlər isə çıxış yolunu daha təhlükəli addımda görürlər. Onlar dəmir yolu xəttinin ətrafındakı çəpərləri sökərək birbaşa relslərin üzərindən keçirlər ki, bu da onların həyatına birbaşa təhlükə yaradır. Sakinlərin sözlərinə görə ərazidə dəfələrlə qatar vurması kimi bədbəxt hadisə riski yaranıb. Vətəndaşlar aidiyyəti qurumlardan körpünün əsaslı təmir olunmasını, eləcə də piyadaların təhlükəsizliyi üçün alternativ keçidlərin yaradılmasını xahiş edirlər. Evimizə ən yaxın yol buradır. Körpünün özü qəzalı vəziyyətdədir. Yəni gördüyünüz kimi bir yaxlar bir xanım dedi, səsini eşitmirdi hətta beləsinə qatarın keçməli oldu. Məcbur oldum onu oyandırım. Gördüyünüz kimi. Yəni burada artıq keçidin olması vacibdir. Lakin bizə bununla bağlı deyirlər ki, bura söküntüyə düşür. Ona görə heç bir tədbir görülmür. Kanalizasiya sistemi də eyni qaydada. Yəni heç bir kommunikasiya demək olar ki, düzgün istifadəsində yoxdur. Məcburuq dəfələrlə zəng eləyə qaynar xəttə, amma həllini tapmır. Ona görə yəni biz də çox xahiş eləyərdik, bəlkə sizin vasitənizlə bu dövlət qurumları başa düşər ki, burada da bir keçid lazım ki, bu təhlükə olmasın artıq. Çünki körpünün üstündən çıxmaq mümkün deyil ümumiyyətcə. Bir tərəfdən gün, bir tərəfdən maşınların sürəti, hansı ki, körpünün üstünə aşmamalıdır. Onunla bağlı da özü də qəzalı vəziyyətdə. Dəfələrlə orada da qəzalar olub. Körpü ümumiyyətcə yararsızdır bu şey üçün. Çünki orada iki tərəfli dayanacaq üçün yəni yerlər olmalıdır, sakini qoruması, o da yoxdur. И вот мой дом, вот я здесь проживаю, и этот мост уже, я знаю, где-то с 1970 или 72 года он без ремонта. Потому что уже страшно даже отсюда проходить, потому что когда дожди, ливни, сейчас погода меняется очень сильно, мы беспокоимся, вдруг обрушатся вот эти все старые балки, которые мы непосредственно, я выхожу на работу утром рано и беспокоюсь, что они провалятся, поэтому я бы очень желала, чтобы этот мост отремонтировали. И еще хочу, чтобы здесь люди некоторые вот переходят дорогу через железнодорожные движения здесь, поезда часто ходят. И утром они ходят рано, а в обед могут люди спокойно переходить. А утром они через каждые полчаса, и люди, которые утром выходят на работу, они бегут, торопятся, и поэтому здесь страшно переходить, это подвергается их опасности. То есть жизни людей опасности. Поэтому я очень рада, если этот мост отремонтируют. Məcburam ki, mən bu dəmir yolundan hər gün gündə 2 dəfə keçim o yana bu yana, yəni işimə, evə qayıtmağa. O da bizim üçün çox təhlükəlidir. Yuxarıdan yol var, maşın yoludur. Amma maşın yolu olsa belə yuxarıda çatlar var, ondan sonra körpü pis gündədir, dəmirlər hamısı xarab gündədir. Oradan çox qorxuludur keçmək. Ona görə də istəyərdik ki, körpü bərpa olunsun. Biz də bu dəmir yolundan, yəni bu qorxu ilə keçməkdən azad olaq. Körpüdən də keçəndə, baxın dəmirlər falan, oradan da acınacaqlı vəziyyətdədir, oradan da keçmək təhlükəlidir. Hər dəfə məktəbə gedib gələndə həyatımız təhlükə atırıq, keçirik. Özdə bir dəfə qata gələndə, digər tərəfdən, bir tərəfdən gələndə o tərəfdən də gəlir, dalbadal gəlirlər. Ona görə bəzən də gecikəndə də çox gec qalırıq. Məsələ ilə bağlı öz növbəmizdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Sorğumuzu agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli cavablandırdı.
Qeyd olunan körpüyə agentliyimizin mütəxəssisləri tərəfindən baxış keçirilib və ilkin texniki qiymətləndirmə aparılıb. Mövcud vəziyyətin daha ətraflı qiymətləndirilməsi məqsədilə qüvvədə olan normativ texniki sənədlərin tələblərinə uyğun olaraq körpünün texniki müayinəsinin keçirilməsinə bağlı müvafiq təklif hazırlanaraq aidiyyət üzrə təqdim ediləcək. Texniki müayinənin nəticələrinə əsasən qüvvədə olan norma və qaydalara uyğun şəkildə körpüdə görüləcək tədbirlər müəyyən ediləcək və müvafiq qərar qəbul olunacaq. Daha sonra isə məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarına müraciət etdik. Sorğumuzu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev cavablandırdı. Azərbaycan Dəmir Yolları hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq olaraq addımlar atır. Bu addımlardan biri də xüsusilə qatarların keçdiyi sıx məskunlaşma ərazilərində mühafizə zonalarının çəpərlənməsidir. Məqsəd piyadaların dəmir yol xəttlərini keçmək üçün nəzərdə tutulmayan ərazilərdən keçidini önləməkdir. Bu həm də onların təhlükəsizliyini təmin etmək deməkdir. Lakin təəssüf olsun ki, xüsusilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə ümumiyyətlə qeyd edim ki, bu marşrut qatarların mühafizə zonasının qeyri-qanuni tikililərlə daha çox zəbt olunduğu bir ərazidir. Sıx məskunlaşma zonasıdır və Abşeron dairəvi dəmir yolu marşrutu üzrə Azərbaycan Dəmir Yolları bir sıra istiqamətlərdə çəpərləmələr həyata keçirsə də, çox təəssüf ki, yaxınlıqda yaşayan sakinlər bu çəpərləri, torları kəsir və özlərini risk atırlar. Ümumiyyətlə, qanunvericiliyə əsasən dəmir yol xəttlərini yalnız müəyyən edilmiş yerdən, keçidlərdən keçmək lazımdır. Bu həm piyadalara, həm də sürücülərə aiddir. Keçiddən keçərkən belə mütləq qaydada sağa və sola baxmaq, qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etmək lazımdır. Əks təqdirdə çox təəssüf ki, toqquşma hadisələri qaçılmaz olur. Çünki anlamaq lazımdır ki, qatarın anında manevr etmək, tez bir zamanda maşinistin qatarı saxlamaq imkanları məhduddur. Qatarın hətta bir neçə 100 kilometr tormuz məsafəsi var və bütün bu amilləri nəzərə alaraq sərnişinlərimiz, piyadalar, sürücülər mütləq bu qaydalara əməl etməlidirlər. O cümlədən çəpərləmələrin sökülməsi tamamilə təhlükəsizlik naminə riskli bir hərəkətdir. Hətta bəzi ərazilərdə keçidlərin alt hissəsində belə çəpərləmələrin kəsildiyini və oradan qanunsuz keçidlərin olduğunun şahidi oluruq. Dəmir yolları davamlı olaraq məktəblərdə, daha dəqiq desək, dəmir yol xəttlərinin yaxınlığında yerləşən məktəblərdə şagirdlər üçün təlimlər keçirir. Eyni zamanda dəmir yol xəttləri yaxınlığındakı yaşayış məntəqələrinin sakinləri ilə davamlı olaraq maarifləndirici tədbirlər keçirir. Həmçinin ərazidə malqara sahiblərinin, fermerlərin malqaranı nəzarətsiz buraxmaması üçün çağırışlar edir, onlarla maarifləndirici görüşlər, söhbətlər aparır. Lakin təəssüf ki, buna baxmayaraq, xüsusilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə bu kimi halların şahidi oluruq. Qeyd etdiyim kimi, həmin ərazidən təqribən 200 metr məsafədə Bakı xalq dayanacağı və dayanacağın yerüstü keçidi var. Sərnişinlər həmin keçiddən istifadə edə bilərlər. Biz isə öz növbəmizdə ümid edirik ki, aidiyyəti qurumlar tərəfindən məsələ tezliklə öz müsbət həllini tapacaq. Çünki söhbət yüzlərlə insanın təhlükəsizliyindən və insan həyatından gedir. Ümid edək ki, qısa zamanda zəruri addımlar atılacaq, hər hansı bədbəxt hadisə və qəza baş vermədən vətəndaşlar onlar üçün yaradılan infrastrukturdan rahat və təhlükəsiz şəkildə istifadə edə biləcəklər.